Salam, sabahın xeyirli olsun. Bura Kəlbəcərdir. Kəlbəcər deməli milliyə gedən yoldur. Turşudur, turşu yoludur. Yəni Kəlbəcərdə ən mükəmməl olan turşudur. Həmin turşuya gedən yoldur. Şimdi mən yavaş-yavaş gedirəm turşuya tərəf. Və bu yuxarıda yüksək bir, çox böyük bir ərazidə tala var. Armutlu talası deyirdiler. Həmişə biz gəlib orada futbol oynayardıq. Hər deməli məhsul bayramında həmişə gəlirdik, sinif yoldaşlar, dostlar. Gəlirdik burada turşuyun başında su doldurup kaldırırdı yukarı o talaya. Talada da yiyip içirdi, futbol oynayırdı. Oradan top düşürdü, gelirdi aşağı, dere aşağı. Oradan qaça-qaça gəlirdi, topu tapırdıq, gətirirdik. Bir də bax bu yol Turşuya gedir. Burada o qədər su daşımışam əlimdə. Daşıyıb aparmışam evə. Evdə mənə deyirlər ki, yarım saata git gətir, qonaqlarımız gələcək. Gedib gətirmişəm. Qonaqlarımız təbii olaraq bu sudan içiblər, Turşudan. İndi gedirik ora. Və bu Ədil bəydir. Gözəl insan Ədil bəy. Gözəl insan, bizim bu Kəlbəcərimizin, cənnətimizin bu dillərə dastan olan isti suyundan su apar, turş suyundan su aparsa. Yəni Kəlbəcərimizin hər bir qarışı qızıldı və cənnət. Loğman isti suyumuz, məlhəm turş suyumuz. Mən deyərdim dünyada yoxdur. Deyərdim yox, həqiqətən dünyada yox. Şükür Allah'a. Allah ordumuzu qorusun, dövlət başçımızı qorusun. Allah təala şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət olsun. Onların ruhu qarşısında hər zaman baş əyirəm. Və çalışmalıyıq ki, onların adına layiq yaşayaq. Və düşməni hər zaman yerində oturdaq. Daha doğrusu, hara onların, yəni hara layiqdir, ora qonmaq lazımdır. Əlbəttə ki. Onların yeri elə toyuq inidir, toyuq inidir. Bəli, hardan gəliblərsə, Hindistandan gəliblər, Hindistana da getməlidirlər. Bəli, həmin o Qırmızı dəniz sahillərinə bir də qayıtmalıdırlar. Hardan gəliblərsə, orada qayıtmalıdırlar. Qar getdi. Qarası nəsli orada getməlidir. Bəli, bəli. Sağ ol, çox sağ ol, mən yavaş-yavaş gedirəm. Yuxarı turş suyumuzda çəkək, sonra gəlirəm. Mən əslində qayıtmışdım ki, sizin qablardan kömək eləyim, yendirim aşağı. Təşəkkür edirəm. İndi görək, sən qabın qaldı? Yox. Hə. Qısa çək. Bax, bu yol gözəl yol. Bu yol axıra qədər çəkəyəm. Bəli. Yox, bu yolu axıra qədər çəkmək istəyirəm. Bax, bu gözəl meşələrimiz. Amma sizə bir söz deyim. Bax, bu Kəlbəcərdə gedən bütün işlərin hamısı ilə razıyam. Amma Kəlbəcərdə bizim o dağları, landşaftı, nə qədər bizim o flora, fauna, dağlarımızı, əzəmətli qayalarımızı, o səngərli qayalarımızı sokar. Qaz kəməri çəkmək adı ilə milyonları silmək üçün darmadağın dağıdıblar. Bax, bunu Cənab Prezidentin diqqətinə çatdırmaq lazımdır. Yəni bilməlidir ki, Kəlbəcərin gözəlliyini, səngərli, qaladan səngərli dağlarını bax bu insanlar pula görə, pul qazanmaq üçün təbiətin gözəlliyini dağıdırlar. Onsuz da yenə də həmin təbiət öz gözəlliyinə qayıdacaqdır. Bu gec-tez bu hadisə baş verəcəkdir. Amma insanların nainkorluğu, pula görə hər şeyi satmağı bax bu insanı ağrıdır. Cəmiyyəti ağrıdır. Ona görə də bunun qarşısı mütləq qaydada alınmalıdır. Bax bu bizim milli kəndindən gələn çayımızdır. Millidən gələn çaydır. Tökülür Xan Tərtərə, Dəli Tərtərə. Dəli Tərtərdə düzdür, bəliyirlər, nə bilim, nə inirlər, nə iş görürlər. O da bir günləri çağlayır, coşar.
öz yerini, yurdunu tapar Allah'ın kömeğiyle. Neyse, Allah, Eldar Bey, Su götürürüm. ne güzel, ne güzel. Əla. Kabların kaldı. Yox. Oğulsun sen. Gedək. Gelin ben çəkil şeyliyim, gel. Ha. O böyle kardeşler. Düz bir uzun uzadı video oldu. Belki de bu video sizi biraz darıktırar, narahat eləyər. Ama çay boyu həmin Turşuya gitmek, oranı göstermek. Bak adamlar orada dayanıb. Orada dayanıbdır. Sularını doldururlar. Bakı şəhərinin öz qohumlarına, qardaş bacılarına, yaxın dostlara, tanışlara aparırlar ki, bəli, Kəlbəcərin əslində turş suyu belə olmalıdır. Hə, turş suyu çoxdur, amma onun dadı tamam başqadır. Bunun dadı tamam başqadır. Dəmirdir. Özünün qazı adam burnundan pusuyor, çıxardır. Ve burada da insanlarımız yazdık ki, kamera müşahidəsi aparılır, əraziniz zibillenir. Gəlmək 1000 manat. Ne güzel, düz eləyirlər. Gəlirlər, yeyirlər, içirlər, zibilləyirlər. Zibilləyirlər, ona göre düz eləyirlər. Burada da yazdıqlar ki, təbiət evimizdir, evimizi zibilləməyək. Bu belə. Yəni, mədəni, tərbiyəli insan, sivil insan həmişə özünə islahla yanaşır, təbiəti zibilləməzlər, təbiətə ziyan vurmazlar. Bax, bu da mənim yadımdadır. Bax, buna qotur suyu deyirdilər. Yəni, kimin canında səpşik var idi, nəsə var idi. Gəlib burada çimirdilər, ayaqlarını qoyurdular. Yəni, göbələk xəstə, qribok xəstəliyi zadı olanlar adamlara xeyir eləyirdi. Çox xeyir eləyirdi. Bax, gör, təbiətin möcüzəsinə bax. Orada turş suyu, burada yerin altında qaynayan yenə də isti su. Bax, belə bir gözəlliyi, belə bir cənnəti biz niyə ermənilərə verməliydik? Niyə? Bəli, böyük siyasətdir. Burada böyük dövlətlərin oyunu var idi. Rusiya Erməniyə kömək eləyirdi, yardım edirdi. Və buna görə də bizim torpaqları işğal etdilər. Amma bu günləri Azərbaycanın ayıldızlı şanlı ordusu torpaqlarımızı işğaldan azad etdi. Və hər kəsə bildirdik ki, biz bu millət kimi ucayıq. Türk milləti, millətimiz ucadır, xalqımız böyükdür. Bunu biz təsdiq elədik. Buna görə də hər birinizə elə turş suyun başından salamlarımı göndərirəm bir daha. Allah sizləri var eləsin. Şimdi yavaş-yavaş yaxınlaşıram həmin turş suya. Turş suya bu insanlarımız həmişə vətəndə qardaşlar. Sağ ol sizdən var. Siz hardansınız? İsti sudan, böyük sudan. Böyük sudan. Adınız nədir? Hamlet. Hamlet. Ne? Böyük suda da belə turş su var. Var. Yok belə olmaz. Göl var ama. Beləsi olmaz. Biraz yukarıda bağırsıqdadır. Bağırsıqda olar. Yolu biraz çətindir. Hə. Ya bu güzel insanlarımız bu. İnsanlarımız için aparırlar, qohuma, qardaşa vermek için. Bak, bu meşhur isti su, turş su bak budur. En deməli Bak, bu bak, zonada buradan en qaynayır. gözəli budur Qadrovun. Buradan qaynayır. Adam ondan içir, bumbuz. Bu ne kadar Dol- dalın kızar. Burnundan tüstü çıxır. Vallahi bak ne Haşa qal. Bəli, Allah can sağlığı versin həmişə vətəndə. Sən deyəsən alxaslısan. Alxastıdır. Hə, ay sağ ol. Adın nədir? Ziyadxan. Hə, Ziyad xan, nətərsən? Sağ olam. Tanıdın sən məni? Ramiz Abişov. Ramiz müəllim. Ramiz Abişov. Hə. Abişov Abdullah'ın oğluyam. Polis mayoru köhnə. Ay sağ ol. Mən Abbas. Hümbətov. Hümbətov, Abbas, necəsən ay Abbas? Qoy görüşək, qoy görüşək. Sağ ol, həmişə Bir vətən. dənə tut qoy, mən də bir çəkdireyim səni. Gel bunu Ben tut. onu bacarmayacağım. Bu Abbas ben tutun. Sen şeyler koy Hə, kardeşim. Abbas, bir dənə zəhmət olmasa qadasını al. Hə. Bax bunu Belə. biridir. Yan da. Yok bunu sen özünü çəksən ki. Bax, belə. Hə, onu da Bax, tərsinə ver. bax belə. Hə. Hə. Kardeş koy hardan Gəl durur bəri, gəl. Abbas sen. Mən daldım pensiyada.
Allah Abi canını Yatkan sağ oğlu. olasın. Bak burada Bozkurt gelir. Bəli, bəli. Bozkurt öz yuvasına gelir. Yuvasına. Öyle. Allah canını sağ eylesin. Var olasın, var Allah olasın. can sağlığı versin. Allah sizləri Allah var. şəhidlərimizdən Sağ olun, rəhmət sağ olun. eləsin. Vətənimizdə. Bəli. Bundan sonra buranı göz bəbəyi. Gözü qorumaq lazım, bəli. Möhtəşəm bir qələbəmiz, bir Bəli, Bəli, bəli. Əsas bunu qorumaq. Allah şəhidlərimizdən Buna rəhmət görə də eləsin. hər birimiz dövlətçilik uğrunda Bəli, mübarizə mübarizə aparmalıyıq. aparmalıyıq. Düzdür, bəli. düz. Hər birimiz milli maraqlarımıza görə canımızdan, balamızdan keçmək. Bəli, bəli. Bilirsiniz, candan da, baldan da, hər şeydən, baladan da vətən. şirin vətəndir. Elədir. Biz bu vətəni sevməliyik. Bəli, bəli. Hər birimiz də Abbas'ı tanıyıram. Sağ ol. Onunla mübarizə aparan insandır. Abbas, çox təşəkkür edirəm. Sağ ol qardaş, çox sağ ol. Allah'ın da olsun. Sağ ol, şad oldum belə görüşməyimizə mən də. Ne güzel, ne güzel. Sağ ol qardaş, çox sağ ol. Təşəkkürünü çəkdən oradan Allah qalın. Namıqonu al. Çok sağ Ya ol. bu yaxınlarda mən sənə yazdım telefon nömrəni mənə yaz. Sen Yevlak'ta olursan ha? Hə, Yevlaxdayım mən. Gəl bura. Ha, Gəl ha, bura, gözəl gəl insan. Sağ bura. ol, sağ ol. Gəl bura. Koy ben söndüreyim indi ya. Koy kardeşimiz hamımızı eyniyle çekir. Sağ ol, çox sağ ol. Çekin. Allah canını Ziyadxan oğlunun nakam eşkine. Yaman ağlarsan, ağla Kərəmi. Kerem'i. Daha bundan sonra ağlama. Ağlama ha, bu ağlasan. Gözüme görünme. İnşallah da ağlamaz O millət.